məzun andının mətnini səsləndirir Turqut Alışov. Azərbaycan İlahiyyat İnstitutunun məzunu kimi bu diplomun mənə verdiyi səlahiyyət məsuliyyət şüuru ilə öz peşəmi yerinə yetirərkən Azərbaycan dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutacağıma, dövlətinin müstəqilliyini, bölünməzliyini və dünyəviliyini qorunub inkişaf etdirilməsi üçün fəaliyyət göstərəcəyimə, xalqımızın tarixi ənənələrində söykənən yüksək dini mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini ədavət və düşmənçilik yaradan qruplara qarşı mübarizə aparılması istiqamətində var gücümlə çalışacağıma, dini etiqadına və əqidəsinə görə ayrı-seçkilik etmədən cəmiyyətimizin bütün üzvlərinin etimadını qazanmağı ali hədəfə çevirəcəyimə, ümumbəşəri dəyərlərə sadiq qalmaq, insan ləyaqətini və insanpərvərlik prinsiplərini üstün tutmaqla sülh və əmin-amanlıq naminə xidmət edəcəyimə, ali təhsil müddətində mənə maddi, mənəvi qayğı göstərən, bugün məzun olmaqdan qürur duyduğum Azərbaycan İlahiyyat İnstitutunun nüfuzunu daim uzatacağıma söyləyirəm.